Salam hörmətli izləyicilər. Bugün mən sizə piyələnmədən, artıq çəkidən, insulin dirənclikdən danışmaq istəyirəm. Gəlin insulin dirənclikdən danışaq və bilirsiniz ki, bu dediyim faktorlar hər birisi artıq çəkiyə gətirib çıxardır. Bilirsiniz ki, bütün insanlar, xüsusən də xanımlar bugünkü gündə arıqlamaq istəyir və gəlir müraciət edir. Doktor, bizim çəkimiz artır, biz heç nə yemirik, içmirik, amma buna baxmayaraq biz kökəlirik, bizim çəkimiz artır. Və bir endokrinoloq olaraq mən bildirmək istəyirəm, ilk öncə burada hormonlar yoxlanılmalıdır. Tam formada qida rejimi tərtib olunmalıdır və düzgün qidalanma, düzgün ərzaqlardan istifadə və hormonların düzgün işləməsi insan çəkisinin normallaşmasına gətirib çıxardır. Gəlin sağlam arıqlayaq, ilk öncə sağlam olaq və əlbəttə ki, gözəlləşək.